9 may faşizmin üzərində qələbə günü ilə əlaqədar olaraq bəzi postsovet ölkələrində pensiyalar bayramdan əvvəl ödənəcək. Xəbər az xəbər verir ki, Azərbaycanda da vətəndaşlar arasında bu il pensiyaların 9 may tarixindən əvvəl verilməsi ehtimalı müzakirə olunur. Məsələ ilə bağlı NES24 azın sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, dəqiq qərar veriləcəyi təqdirdə ictimaiyyət məlumatlandırılacaq. Hazırda bu məsələ ilə bağlı dəqiq qərar yoxdur. Bununla bağlı məlumat olduqda bölüşəcəm. Qeyd edək ki, əvvəlki illərdə də rəsmi bayram günləri ərəfəsində pensiya və digər sosial ödənişlərin vaxtından əvvəl verilməsi halları müşahidə olunub.